Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Bakın, əşəddi uqubə. Allah Teala insana verdiği en büyük ceza nedir? Subhanallah. Selbül iman, imanı alması ve lezzetel münacat. Yani səmimi qəlbdən o duada Allah'a yalvarışdaki lezzeti ondan alması. Dua edir ama duadan lezzet almır. Ve nisyanil Kur'an, Kur'an-ı Kerim unutması. Ve ihmalül istiğfar, istiğfarı ihmal etmesi. Yani istiğfara önem vermemesi. En yüngül ceza ise bu dünyada insana bedenine verilen cezadır. Sağlar ve bu dünyadan köçüb gider. Ama insanın imanı elinden alınanda onun əvəzi nədir? Əlbəttə ki, yoxdur. Subhanallah. Bakın, deyir ki alimlərimizi, İc'əl nəfsəkə daimən fit təfəül. Her zaman nəfsinlə gözəl düşün. Ne deməkdir o? Vəllezî yuriduhullah seyekun. Allah ne istəyirsə o olacaq. Subhanallah. Ne güzel bir fayda. Yani belə düşün her zaman. Allah ne istəyirsə o deyir olacaq. Yani mümin deyir her zaman nədir? Belə olmalıdır. Mümin həyatını ibadətlə keçirməli və Allaha qarşı gözəl zəndə olmalıdır. Allah nə istəyirsə o olacaq. Mümin niyə üzülsün ki? Subhanallah. Baxın, deyir ki, mən əşə mə'allah, kim Allahla bərabər yaşayarsa, qaba ayşu, onun yaşayışı gözəl olar. Və mən əşə mə'həva, kim öz ancaq istəyi ilə yaşayarsa, nəfsi ilə haramla edir, günahla edir, çəkinmir. Dalə, dayşuhu, onun həyatda gözəl olmayacaq, səhlənkarlığı artacaq, tüfeyli həyat sürəcək və yolunu nədir? Azacaq. Allah'ım sen bizim sorumuzu gözəl eylə, dualarımızı qəbul eylə, sıxıntılarımızı aradan qaldır, dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eylə. Amin.